Salam əziz və dəyərli izləyicilər. Bugünkü videomda hər şeyi ətraflı başa salıram. Onsuz da keçmiş videolarında da ətraflı başa salmışam. Bəziniz başa düşməmisiniz bunu. Başa düşməyənlər üçün yenidən bir başqa video çəkirəm. Nə etmək lazımdır? Ətraflı diqqətlə dinləyin. Hər şeyi başa salıram. Burada nə etmək lazımdır? Avropaya necə gəlmək lazımdır? Tam olaraq pulsuz bir şəkildə. İş dəvəti necə almaq olar? Hər şeyi başa salıram. Diqqətlə sadəcə dinləmək lazımdır. Girirsiniz 1 dəqiqə, 2 dəqiqə baxırsınız, sonra girirsiniz, heç nə başa düşmürsünüz, özəldən mənə yazırsınız ki, nə etmək lazımdır. Diqqətlicə izləyin, ətraflı bütün məlumatı başa salıram, nə etmək lazımdır. Deməli, iş dəvəti Slovakiya üzərindəndir, pulsuz olaraq qoymuşam sayta. Yəni Slovakiyanın iş dəvəti saytını pulsuz olaraq tapıb və qoymuşam burada. Əksər insanlar bu sayt üzərindən pul qazanırlar. Amma mən sizlər üçün, kasıb millət üçün bunu pulsuz olaraq qoymuşam. Sizdən yeganə xahişim budur ki, videonu bəyənib və paylaşmağınız və yorum yazmağınız ki, videomuz kəşfətə düşsün. Başqa insanların da qarşısına çıxsın, ehtiyacı olan insanların da qarşısına çıxsın, kasıb insanların. Onlar da necə gəlmək lazımdırsa ətraflı izləsinlər və görsünlər. Yəni bir dənə bəyəni, bir dənə şərh yazmaq 1 dəqiqə, 2 dəqiqə vaxtınızı aparır və pulsuz olan bir şeydir. Sizdən yeganə xahişim budur. Belə videoların davamını gəlməyini istəyirsinizsə başqa ölkələr üzrə də saytlar qoyacağam. Yenə çəkəcəm, qoyacağam. Ətraflı başa salacağam, nə etmək lazımdır. Pulsuz iş dəvəti. Tamamilə pulsuzdur. Heç kim sizdən pul almır bu barədə. Tamamilə pulsuzdur. Sadəcə və sadəcə yeganə xahişim budur ki, videonu bəyənin, paylaşın, şərh yazın ki, işbazlar var Azərbaycanda, bəzi fırıldaqlar. Onlar videomuzu şikayət edirlər ki, niyə belə cəmaata pulsuz iş dəvəti saytını çəkirsən, qoyursan YouTube kanalına. Yəni onlara sərf eləmir. Çünki onlar oradan pul qazanır, amma çox böyük pullar qazanır. Nəysə, sözüm ona deyil. Diqqətlicə izləyin. Deməli, iş dəvəti Slovakiya üzərindəndir və tamamilə pulsuzdur. Yəni mən YouTube kanalını tamamilə pulsuz qoymuşam, amma başqaları bundan pul qazanır. Mənim ehtiyacım yoxdur buna. Diqqətlə izləyin və nə etmək lazımdır dediyim kimi. Deməli, iş dəvəti sizə gəlir 1 ay, 3 ay ərzində maksimum. Gmail-la yazıb göndərirsiniz onlara, onlar da Gmail əsasında sizə cavab göndərirlər. Başa salacağım hamısını necə eləmək lazımdır. Deməli, ilk öncə girirsiniz Slovakiyanın Azərbaycanda olan səfirliyin rəsmi dövlət saytına. Baxın, diqqətlə izləyin, başa salıram. Deməli, burada yazılıb. Bunu videonun şərhlər bölməsində paylaşacağım saytı. Burada da ekranda yenə görürsünüz. İstəsəniz belə yazıb girə bilərsiniz yuxarıda. İstəsəniz mən sizə linkini qoyacağam şərhlər bölməsində. Deməli, bu Azərbaycanda olan rəsmi Slovakiyanın dövlət rəsmi səfirlik saytıdır. Diqqətlə qulaq asın, nə etmək lazımdır. Sizə iş dəvəti gəldikdən sonra 1 ay və 3 ay ərzində iş dəvəti sizə gəlir Gmail olaraq. İş dəvəti sizə gəldikdən sonra səfirliyin rəsmi dövlət saytına daxil olursunuz, Slovakiya səfirliyinin. Və burada gördüyünüz kimi sağ tərəfdə 3 xəttdə toxunursunuz. Burada Visa and Server olan bölməni seçirsiniz. Visa Application Forms olan bölməni seçirsiniz. Buradan Schengen vizası başvurusu. İndi mən Azərbaycan dilinə qoymuşam, ona görə sayt belə gəlir. Bunu köçürürsünüz, endirmək yazan yeri köçürürsünüz. Bu sizin vizanın form doldurmaq yeridir. Yəni buradan girirsiniz, form doldurursunuz, öz haqqınızda məlumat verirsiniz. Ad, soyadınızı yazırsınız, doğum tarixinizi yazırsınız, hardan anadan olmusunuz onu yazırsınız, neçə yaşınız var onu yazırsınız, ətraflı orada var. Form Slovak dilində gələcək, amma siz onu telefon üzərindən başa düşmək üçün telefon üzərindən çəkib perevod tərcümə edib və baxa bilərsiniz orada. Diqqətlə hər şeyi ətraflı başa salıram. Deməli, bu formu doldurduqdan sonra telefonunuzun formu doldurursunuz, köçürürsünüz və formu doldurursunuz. Ondan sonra telefonunuza qayd edirsiniz. Telefonunuzda qalır form. PDF formatındadır. Telefonunuzda qalır yaddaşda. Sizə iş dəvəti gəldikdən sonra eləyirsiniz bunu. Orada yazırsınız, sizə iş dəvəti göndərən firmanın adını yazırsınız. Orada yazırsınız, sizə iş dəvəti göndərən firmanın orada iş dəvətində sizə göstərəcək ünvanı yazırsınız. Hansı ünvana gedib, hansı adresdə yaşayacaqsınız onu yazırsınız iş dəvəti formunda.
Bu lap birinci olan Schengen vizası başvurusu yazan yerdə. Bunu köçürdükdən sonra bunu telefonda saxlayırsınız. Sonra burada Slovakiyanın rəsmi dövlət saytıdır. Burada onlayn yer götürə bilərsiniz səfirlə görüş üçün. Və aşağıda gördüyünüz kimi rəsmi dövlət saytıdır bura. Slovakiyanın. Azərbaycanda olan səfirliyin rəsmi dövlət saytıdır. Və sonra gəlirsiniz aşağı bölməyə. Burada hal-hazırda onların telefon nömrələri belə var. Və Gmail hesabları belə var. Onların Gmail hesablarına və ya telefon nömrələrinə zəng edirsiniz. Onlarla səfirlikdən yer götürürsünüz. Baxın adresini də yazır burada. Və gördüyünüz kimi burada adresləri belə var. 90A Nizami küçəsində. Gördüyünüz kimi hər şeyi burada ətraflı yazıblar. Telefon nömrələri belə var, Gmail hesabları belə var və bunlara ya telefon nömrəsi vasitəsilə ya Gmail vasitəsilə görüş təyin edirsiniz səfirlə. İş dəvəti gəldikdən sonra. Ondan sonra keçək əsas məsələyə. Sürücülük üçün pulsuz iş dəvəti. Yəni Avropada bu dəqiqə hal-hazırda ən çox axtarılan tır şoferləri və taksi sürücüləridir. Ən çox lojistika firmasında axtarılan tır sürücüləridir. Və bunun üçün tır sürücüsü olaraq gəlmək üçün nə edirsiniz? Mən saytda pulsuz olaraq yerləşdirmişəm. Deməli, tır sürücüləri axtarılır. Kateqoriyalar C, Y kateqoriyası olmalıdır və başlanğıc qiymətləri. Və təklif burada yazır gördüyünüz kimi 2200 evrodan 2500 evroya qədər aylıq maaşdır. Burada gördüyünüz kimi hər şeyi başa salırlar. Diqqətlicə özünüz oxuya bilərsiniz. Diqqətlicə özünüz oxuya bilərsiniz. Nə etmək lazımdır? Ətraflı bütün məlumat, hər şey var. Və burada ətraflı bütün hər şey yazılıb. Diqqətlicə oxuya bilərsiniz. Baxın, yavaş-yavaş çevirirəm. Oxuya bildiyiniz yerləri oxuyun. Videonu dayandırıb da oxuya bilərsiniz. Və ya video gedə-gedə də oxuya bilərsiniz. Çünki yavaş-yavaş başa salıram sizə, arxeyin rahat başa düşməyiniz üçün. Gördüyünüz kimi hər şey açıq və şəffaf yazılıb. Bu Slovakiyanın rəsmi iş saytıdır. Və buradan siz sadəcə bunlara Gmail göndərəcəksiniz. Doğru bir şəkildə CV yazıb göndərəcəksiniz və pasportunuzu çəkib göndərəcəksiniz iş dəvəti almaq üçün. Hal-hazırda Avropada ən çox axtarılan tır sürücüləridir. Bu dəqiqə Azərbaycandan və ya Türkiyədən Avropada işləyən tır sürücüləri çoxdur. Avropanın hər ölkəsində ən çox axtarılan lojistika firmalarında tır sürücüləridir. Və iş dəvəti pulsuz olaraq göndərirlər. Çünki siz onlara lazımsınız orada işləmək üçün. Ona görə iş dəvətini sizə pulsuz olaraq göndərirlər. Diqqətlicə oxuyun, ətraflı bütün hər şeyi başa salıblar burada. Və ondan sonra əmək haqqında burada yazıblar. Aylıq 2200 evrodan 2500 evroya qədər. İş təklifi yeni paylaşılıb. Gün də yazılır burada. Avqust ayının 14-ü paylaşılıb. Yavaş-yavaş çevirirəm. Ətraflı baxın burada. Və bunu çoxlarınız deyirsiniz ki, onlara Gmail göndərə bilmirik. Gmail səhvdir, belədir, elədir. Gmail göndərmək üçün siz Gmail e-posta ünvanını seçməlisiniz. Gmail hesab postasını seçməlisiniz. Siz orada e-mail adreslərini seçirsiniz, başqa adresləri seçirsiniz, ona görə göndərə bilmirsiniz. Baxın, burada başa salıram. Və bu e-poçta adresini də, elektron poçta ünvanını da videonun şərhlər bölməsində paylaşacağam. Birbaşa bunu kopyalayıb atsanız öz Gmail hesabınıza iş dəvəti necə göndərilir, onu da başa salacağım. Buradan e-poçta olan bölməni seçirsiniz, birbaşa sizi atır telefonunuzda olan Gmail hesabının adresinə. Deməli, burada girirsiniz CV. CV doldurmaq üçün onu da bilmirsiniz çoxunuz. Yəni yazırsınız mənə, izah eləmişəm videoda, yenə bilmirsiniz. Baxın, diqqətlə qulaq asın. Çünki diqqətlə qulaq asmadığınıza görə heç nəyi başa düşmürsünüz. Arama bölməsindən axtarırsınız. Canva. Canvada pulsuz CV-lər var. Məndə hal-hazırda yüklüdür Canva. Siz yüklüyürsünüz. Aşağıda olandır ikinci. Açın bölməsini seçirsiniz və açdıqdan sonra ortada aşağıda şablonlar olan bölməni seçirsiniz. Ana səhifədə olur belə. İlk başlayanda şablonlar olan bölməni seçirsiniz. Şablonlar olan bölməni seçdikdən sonra ortadakı yazıları sola doğru çevirirsiniz.
Öz geçmişi tapdınız. Öz geçmişi seçirsiniz burada. Öz geçmişi seçdikdən sonra gördüğünüz burada hazır CV'lər gəlir. Altında korona işarəsi olan CV'lər, onlar pulludur. Amma altında korona olmayan CV'lər, onlar hamısı pulsuzdur. Buradan çoxunuz deyirsiniz, məndə ingilis dilində gəlir, məndə rus dilində gəlir. Siz onsuz da CV-ni ingilis və ya rus dilində doldurmalısınız. Buradan dili seçirsiniz. Buradan hansı dili seçdiniz? CV-niz o dildə olacaq. Məsələn, türk dilini seçdiniz, türk dilində olacaq. Azərbaycan dilini seçdiniz, CV Azərbaycan dilində gələcək. Rus dilini seçdiniz, rus dilində. Burada hər ölkənin CV-ləri var. Və ya burada seçə bilərsiniz Slovak dilində. Və ya Çex dilində. Çex dili, Slovak dili ikisi də bir-birinə uyğundur. Gördüyünüz kimi burada hər ölkənin dilləri mövcuddur. Rus dili var, baxın gördüyünüz kimi Sloveniya dili var, Slovak dili var. Seçirsiniz onu. Sonra seçdiyiniz məsələ bir dənə CV-ni çalışın, çox yazısı olmayan CV-ni seçin burada. Hansı CV-nin yazısı çox deyilsə onu seçin. Onu seçdiniz buradan. İstədiyiniz bir normal CV-ni. Məsələn, seçdiniz burada hər hansı bir CV-ni çalışın, şəffaf olan CV-ni seçin. Ən rahat CV budur. Gördüyünüz kimi CV-ni seçdiniz. Ən gözəl, ən rahatı budur. CV-ni seçdiniz. Buradan seçdiyiniz CV-dən sonra başqa CV də seçə bilərsiniz. Heç bir fərqi yoxdur. Yəni burada hamısı onsuz da adi CV-lər hamısı pulsuzdur. Amma altında korona olanlar ödənişlidir. Seçdiyiniz şəklin üzərinə vurursunuz. Şəkli silirsiniz buradan. Gördüyünüz kimi. Şəkli silirsiniz. Görsəli sil olaraq yazıb şəkli sildikdən sonra sol tərəfdə aşağıda dəyişdir var. Dəyişdirə seçdikdən sonra burada şəkillər gəlir. Şəkillər olan bölmədən ağ fonda bir dənə şəkil çəkib qoymalısınız. O şəkili seçirsiniz, bura qoyursunuz və burada ad soyadı silirsiniz. Rus dilində və ya ingilis dilində yazırsınız. Öz ad soyadınızı yazırsınız. Bura aşağıda iş deneyimi olan yer. Azərbaycan bunu türk dilində paylaşıram ki, çox insanlar başa düşmür. Amma burada iş deneyimi olan yeri rusca qoymalısınız. Yəni bu dəqiqə çətin bir şey deyil. Bəziniz deyirsiniz ki, CV-ni kiməsə pulla doldururam. Yəni bu boş söhbətdir. Və buradan seçirsiniz ad soyadınızı rus və ya ingilis dilində yazırsınız. Ondan sonra iş deneyimi olan bölməni ingilis dilində və ya rus dilində qoyursunuz və burada öz haqqınızda qısaca məlumat verirsiniz. Öz haqqınızda. Keçmiş iş və nə işdə işləmisiniz, nə iş bacarırsınız, burada öz haqqınızda məlumat verirsiniz. CV-dir, yəni öz haqqınızda qısa məlumat. Ondan sonra buradan seçirsiniz, telefon nömrəsini silirsiniz buradan. Üzərinə bir dəfə vurduqdan sonra silmə işarəsi var. Silirsiniz, öz telefon nömrənizi yazırsınız və Gmail olan yerə bölməyə öz Gmailinizi yazırsınız və haqqınızda olan bölməyə qısaca məlumat verirsiniz. Və burada eğitim, yəni harda oxumusunuz onun haqqında, qısaca nə oxumusunuz onun haqqında məlumat verirsiniz bura. Sonra gəlirsiniz dillər olan bölməni seçirsiniz. Burada da bildiyiniz dili, rus dili, yəni mütləqdir. Rus dili bilməyənlər iş dəvəti gələcəklər ora, amma işə götürməyəcəklər orada. Çünki rus dili şərtdir. Ən azı A1, A2, B1 səviyyəsində rus dili bilmək lazımdır. Özünüzü idarə edəcək qədər. Ondan sonra əgər sertifikanız varsa onu da yüklürsünüz burada, sertifika olan bölməsində. Sertifikanız yoxdursa da heç nə. Burada yazdığınız tam olaraq öz haqqınıza məlumatı verdikdən sonra, şəklinizi yüklədikdən sonra burada gördüyünüz kimi yuxarıda sağ tərəfdə yuxarıda qayd etmə yeri var. İndirə vurursunuz CV-ni və PDF formatında heç nəyə əl vurmursunuz. Burada sadəcə indirə vurursunuz, CV-niz telefon yaddaşına köçür. Ondan sonra çıxırsınız Canva-dan, keçirsiniz həmən bu seçdiyiniz Gmail-a. Baxın, sonra seçirsiniz Gmail olan bölməni, Kariyera Grand Forward Slovakia olan bölməni. Deməli, ondan sonra seçirsiniz həmən o göndərmək istədiyiniz Gmail-ı. Videonun şərhlər bölməsində Gmail-i qoyacağam. Oradan kopyalayacaqsınız, atacaqsınız bura. Baxın, onu da başa salım ətraflı. Çünki bəziniz onu da bilmirsiniz. Kopyaladıq. Deməli, keçdik Gmail-a. Diqqətlə qulaq asın. Keçdik Gmail-a və burada oluştur olan bölməni seçirik. Buradan alıcı kimə göndərəcəksiniz onu. Kariyera kimə göndərəcəksiniz. Həmən o Gmail-ı yapışdıra bilərsiniz bura. Mən videoda şərhlər bölməsində paylaşacağam hamısını. Diqqətlicə qulaq asın.
Həmən onu yapışdırırsınız bura. Göndəriləcək Gmail. Yapışdırırsınız bura və konum bölməsinə rus dilində yazırsınız iş haqqında. Yazdınız, ondan sonra girirsiniz aşağıda olan bölməni seçirsiniz və buradan həmən o göndərdiyi, yazdığınız CV-ni bura yükləyirsiniz. Deməli, dosyalar olan bölməsində olur. Dosyalar olan bölməni seçdiniz və ən axırıncı CV bura düşür. Gördüyünüz kimi. CV-ni seçirsiniz və yenidən buradan seçirsiniz. Pasportunuzun şəklini çəkirsiniz. Açıq və təmiz görsənən şəkildə pasportunuzun şəkilli olan tərəfini və peçat olan tərəflərini, hansı ölkəyə getmisiniz, onların peçatlarını çəkirsiniz və buradan seçirsiniz. Fotoğraf olan bölməsinə gəlir, düşür, oradan seçirsiniz və CV-nin alt bölməsinə gəlir, sizin pasportunuzun şəkli düşür. Məndə hal-hazırda yoxdur deyə ətraflı başa salıram, başa düşün. Yəni çətin heç bir şey yoxdur. Seçdiniz yuxarıdan fotoğraflar olan yeri seçdiniz, oradan pasportunuzu seçdiniz, birbaşa atır bura. Və ondan sonra buradan göndər işarəsi var. Onun sağ tərəfində gördüyünüz kimi üçbucaq işarəsi var. Mən hal-hazırda göndərmirəm, boş CV göndərmək istəmirəm onlara. Çünki mənə sonradan geri cavab atırlar. Başqaları da CV göndərəndə ora qəbul etmirlər. Elə bilirlər ki, boş CV-lər göndərirsiniz. Yəni ona görə göndərmək istəmirəm hal-hazırda. Sizə ətraflı başa salıram. Sonradan üçbucaq olan bölməni seçirsiniz və CV-niz onlara gedir. Və onlar 14 iş günü ərzində sizin CV-nizə baxırlar. Sizin orada vəziyyətinizə baxırlar və onun əsasında sizə iş dəvətini göndərirlər. Əgər CV-ni düzgün bir şəkildə doldurmusunuzsa, iş dəvətini sizə %100 göndərirlər. İş dəvəti 14 iş gün ərzində sizə Gmail olaraq göndərilir. Bəzən 14 iş günü yox, bir ay da ola bilər. Çünki başvurulara baxırlar. Başvurular çox olduğu üçün bu müddət biraz uzana bilir. Amma normalda 14 iş gün ərzində sizə iş dəvəti göndərilir. İş dəvəti göndərildikdən sonra dediyim kimi Azərbaycanın da olan rəsmi Slovakiya səfirliyinin saytına daxil olursunuz. Videonun başında başa saldığım kimi necə etmək lazımdır. Gəldim ki, iş dəvəti sizə gəldi. Gəldikdən sonra keçid edirsiniz Slovakiyanın rəsmi dövlət saytına. Rəsmi dövlət saytına keçdikdən sonra sağ tərəfdə 3 xəttə toxunursunuz və buradan Add Visa Service olan bölməni seçirsiniz. Visa Application Form olan bölməni seçirsiniz və birincini dediyim kimi, videonun başında dediyim kimi birincini yükləyirsiniz. Schengen vizası başvurusu olan yeri seçdiniz, yüklədiniz. Yüklədikdən sonra orada viza anketi doldurursunuz. Telefonunuzun yaddaşına gəlir, düşür. Orada da anketi doldurursunuz. Çətin heç bir şey yoxdur. Mən bunu etmək istəmirəm, çünki video çox uzun olur. Yəni ətraflı başa salıram hər şeyi. Sadəcə və sadəcə anket yüklüyorsunuz. Telefonunuzun yaddaşına gəlir, düşür. Buradan əksər hallarda dosya olan bölmə gəlir, düşür. Gəlir bura düşür, dosya olan bölmə. Oradan tapırsınız. Baxın, mən yüklədiyim gəlib düşüb bura. Buradan tapırsınız və viza formunu tam olaraq doldurursunuz. Ad, soyad olduğu kimi, pasportun seriya nömrəsi, pasportun etibarlılıq müddəti, hamısını orada ətraflı yazırsınız. İş dəvəti sizə hardan gəlib, iş dəvəti sizə hansı firmadan gəlib və orada ətraflı yazırsınız. Ad, soyadınızı, doğum tarixinizi, yaşadığınız yeri, ünvanınızı, iş dəvəti sizə gələn firmanın adını və orada gələcəyiniz ev ünvanının adresini, iş dəvətində zaten yazılır bu, hansı adresə gedəcəksiniz. Ətraflı bunların hamısını yazdıqdan sonra telefonunuzda kayd edirsiniz və ondan sonra görüş təyin etmək üçün aşağıya doğru gəlirsiniz. Həmən bu saytda gördüyünüz kimi burada Emba Baku olan bölümü seçirsiniz, kopyalayırsınız bunu. Kopyaladınız. İş dəvətini və kopyaladığınız iş dəvətini və kopyaladıqdan sonra gəlirsiniz bura, yapışdırırsınız həmən onu. Gördüyünüz kimi Azərbaycanda olan Slovakiyanın rəsmi dövlət saytında olan Gmail hesabını kopyalayırsınız, atırsınız telefonunuzda
və sonradan iş dəvəti gəldikdən sonra olur bunların hamısı. İş dəvətini, sənədini seçirsiniz buradan, yenə dosyalar bölümündən seçirsiniz, atırsınız bura və viza formunu doldurduğunuz sənədi də yenidən burada dosyalar olan bölümündən seçirsiniz, atırsınız aşağı olan bölməyə. Ondan sonra göndərirsiniz üçbucaq işarəsinə toxunaraq Gmail-ə göndərirsiniz Azərbaycanda olan Slovakiyanın səfirliyinə və orada baxırlar, sizə görüş təyin edirlər. Əlbəttə ki, bütün məlumatlar orada yazmısınız. Bu qədər, yəni çətin bir şey yoxdur. Bütün məlumatlar orada yazdığınız üçün oradan telefon nömrəniz də olur, Gmail hesabınız da olur və oradan sizə görüş təyin edirlər. Və ya əgər bunu edə bilməyənlər varsa, Azərbaycanda ödənişli səfirlikdən yer götürə bilən insanlar var. Axtarıb tapmaq olar onlardan. Yəni bunu özünüz edə bilərsiniz. Çətin bir şey yoxdur. Ətraflı videoda hər şeyi başa saldım, nə etmək lazımdır. Amma ki, çətin heç bir şey yoxdur. Sadəcə və sadəcə videonu diqqətlə izləyib nə etmək lazımdır, onu etmək lazımdır. Yəni çətin heç bir şey yoxdur burada. Ətraflı bütün hər şeyi başa saldım, nə etmək lazımdır. Diqqətlicə izləyin, heç kimə pul verməyin, boşu-boşuna pulunuzu kiməsə verməyin. Nə etmək lazımdırsa bütün məlumatların hamısını burada başa salıram sizə. Tam olaraq ətraflı bütün hər şeyi başa saldım. Yenə də kimsə yəqin ki, nəyisə başa düşməsə, yazar mənə özəldən videonun şərhlər bölməsindən mənə yaza bilər. Problem deyil. Cavab verəcəm. Əlimdən gəldiyi qədər hər kəsə cavab verirəm, kömək eləməyə çalışıram. Amma sizdən yeganə xahişim budur ki, videonu bəyənin, paylaşın və şərh yazın ki, video kəşfətə düşsün, başqa insanların qarşısına çıxsın. Onlar da gedib pullarını kiməsə boş-boşuna verməsinlər. Bu iş dəvətlərini özləri alsınlar və gəlsinlər. Yəni ətraflı bütün hər şeyi başa salıram. Yəqin ki, siz indiyənə kimi belə bir şey görməmisiniz. Kimsə YouTube-da sizə bu qədər ətraflı, bu qədər detaylı hər şeyi başa sala. Mən sizlərin fırıldaqlara rast gəlməməyiniz üçün eləyirəm bunu. Çünki fırıldaq insanlar çoxdur. Boş-boşuna pulunuzu kiməsə yedizdirməyin. Sizdən də yeganə xahişim budur ki, sadəcə və sadəcə 1 dəqiqənizi ayırın, videonu bəyənin, şərh yazın və Avropaya gəlmək istəyən dostlarınızla, qohumlarınızla videonu paylaşın, ətraflı bütün məlumatı onlar da öyrənsinlər. İzlədiyiniz üçün sağ olun, çox sağ olun, var olun, minnətdaram hamınıza. Çalışın, videonu bəyənin, bacardığınız qədər. Yenə başqa ölkə üzərindən iş saytlarında yenə iş haqqında bütün məlumatları paylaşacağım, pulsuz iş dəvətini. Yenə başqa ölkə üzərindən də iş dəvətini, elanlarını paylaşacağım. Yəni pulsuz olaraq tamamilə. Bu dəqiqə hal-hazırda ən tez Slovakiya və Litva üzərindən iş dəvəti alıb gəlmək olur. Yəni ən tez viza verən ölkələr bunlardır. Slovakiyada rus dili keçir, ikinci dil olaraq rus dili keçən ölkədir və ingilis dili bilənlər də, rus dili bilənlər də gəlib işləyə bilərlər. Çətini budur ki, siz gəldiniz bura 3 ay bir dənə firmada işləyirsiniz. Firma sizin naloğunuzu da ödəyir, oturum kartına da başvuru edirsiniz. Oturum kartı aldıqdan sonra transfer üzərindən başqa ölkəyə gedib 3 aylıq işləyə bilərsiniz. Və ya gedib başqa ölkədə 3 aylıq işlədiyiniz müddətdə advokat tutub oturum kartını həmən ölkənin oturum kartına çevirdirə bilərsiniz. Deyək ki, Almaniyaya gedirsiniz. Almaniyada bir advokat tutursunuz. Orada Slovak oturumunu Alman oturumu ilə dəyişə bilirsiniz. Və ya Polşaya gəlmək istəyirsiniz, Polşada dəyişə bilirsiniz. Yəni bu şeylər mümkündür. Çünki siz Avropada qanuni və legal yaşayırsınız. Amma Slovakiya vizası ilə gəlib başqa ölkədə öz başınıza işləyə bilmərsiniz. A1 transfer var və ya müəyyən bir sənədlər var. Bu sənədlər qarşılığında gəlib siz başqa ölkədə ezam olaraq işləyə bilərsiniz. Firma, Slovakiya firması sizi göndərə bilər Almaniyaya, Hollandiyaya, Belçikaya və başqa Avropa ölkələrinə ezam eləyib orada işləyə bilərsiniz. Firma tərəfindən. Firma bütün sənədlərinizi düzəldir, qanuni bir şəkildə 3 ay gedib Avropanın başqa ölkələrində işləyə bilərsiniz. Yəni bacardığınız qədər diqqətli olun, öz işinizi özünüz görməyə çalışın. Gedib kiməsə pul verməyin. Mən ətraflı başa salıram videolarda sizə. Çətin heç bir şey yoxdur. Diqqətlə izləsəniz, diqqətlə dinləsəniz, hər şeyi başa düşəcəksiniz. Açıq, aydın, şəffaf bir şəkildə sizə hər şeyi izah etmişəm. Sizdən də yeganə bir xahişim odur ki, videomu bəyənmək. Və səfirlikdə iş dəvəti gəldikdən sonra ən azı pasportunuzun da və bunları da, bu məqamları da burada deyim sizə. Pasportunuzun ən az 3 illik vaxtı olmalıdır xarici pasportunuzun.
Və bu arada bunu da deyim ki, pasportunuzun ən az 3 illik vaxtı olmalıdır. Yəni 3 il pasportunuzun və bu sonunda bunu da deyim ki, pasportunuzun bitmə vaxtının 3 il vaxtı olmalıdır ki, siz bu vizanı başvuru edə biləsiniz. Vaxtına az qalmış 1 il, 7 ay, 8 ay qalmış pasportlar səfirlikdə problem yaşaya bilər. Bir də ki, kimlər gələ bilməz Avropaya? Həbsxanada olanlar, əvvəllər məhkumluğu olanlar və bir də kimlər atkaz cavabı ala bilər. Onu da başa salın. Əvvəllər məhkumluğu olan insanlar böyük ehtimalla atkaz cavabı, red cavabı alırlar səfirlikdən. Və ya banka borcu olub, bankda borclarını vaxtında ödəməyənlər də yenə red cavabı alırlar, atkaz cavabı alırlar səfirlikdə. Çünki səfir orada sizi axtarır, araşdırır, keçmişinizə baxır, ondan sonra sizin vizanızı təsdiqləyir. Viza təsdiqlənməyi normalda 15-20 gün, bəzən 1 aya qədər uzana bilir. Yəni iş dəvət sizə gəldi, səfirinə başvuru elədiniz, səfirliyə görüş elədiniz, ondan sonra səfir sizə müəyyən bir vaxt verir. 15 gün, 20 gün, 10 gün bu gün ərzində sizi araşdırırlar və ətraflı bütün məlumatı alırlar sizinlə barədə. Sizin barədə bütün məlumatı ətraflı Azərbaycanda olan səfir bütün məlumatı araşdırır və sizinlə keçmişiniz barəsində bütün məlumatı toplayır və ondan sonra sizin vizanızı təsdiqləyir. Bu qədər. İzlədiyiniz üçün çox sağ olun, var olun. Videonu bəyənməyi unutmayın. Başqa iş dəvətləri yenə gələcək başqa saytlar üzərindən, başqa ölkələr üzərindən və bundan sonra taksi işi də yenə paylaşılacaq. İzləmədə qalın, sağ olun. Və bu da səfirliyin sizdən tələb etdikləri sənədlərdir. Ətraflıca baxın, nə etmək lazımdırsa hamısı burada var. Yəni hansı sənədləri səfir sizdən istəyirsə hamısını burada qeyd etmişəm. Qısa və konkret, yəni nə lazımdırsa burada hamısı var. Bu sənədləri yığırsınız, səfirlə görüşdə aparırsınız, bu sənədləri səfirliyə təqdim edirsiniz. Çətin heç bir şey yoxdur. Ətraflı bütün məlumatlar hamısı videomda başa salmışam. İzlədiyiniz üçün sağ olun, çox sağ olun, minnətdaram. Zəhmət olmasa videomu bəyənərsiniz və şərhlər bölməsində nəsə bir probleminiz, çətinliyiniz olsa şərhlər bölməsində yazarsınız. Sizə %100 geri dönüş olacaq. Əlimdən gəldiyi qədər köməklik eləməyə çalışıram. Sizin də yeganə istədiyim odur ki, sizlərdən videomu bəyənin, paylaşın və şərh yazın. Çox sağ olun, var olun.